Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin nebine Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Artıq bir ildən çoxdur ki, YouTube kanalı üzərindən birlikdə Allah'ı zikr etdiyimiz qardaş və bacılarımızın zikir məclislərindən uzaq qalmışam. Yenidən bizi buna müvəffəq edən Allah'a həmd olsun. Lakin bu o demək deyil ki, kanalda bir şeylər paylaşılmırsa, biz dinimizi öyrənməyi və yaxud da bu yolda gücümüz nisbətində dəvət aparmağı və digər çalışmalarımızı dayandırmışıq. Xeyr, əksinə daha çox oxuyuruq və daha çox insanlara Allahın tövhidini çatdırmağa çalışırıq. Bunun üçün də Allahdan bizləri ixlaslı qullarından etməsini və bizləri xeyirlərə müvəffəq etməsini, həmçinin bizi bir an belə nəfslərimizlə baş-başa buraxmamasını diləyirik. Mövzuya keçməmişdən qabaq dəyərli vaxtınızı alıb bir məsələyə də qısaca toxunmaq istəyirəm. Bizlər ilk dərslərimizdən bugünə heç bir zaman və heç bir yerdə alimlik, şeyxlik, fəqihlik iddialarında olmamışıq. Qayəmiz, məqsədimiz elə ilk gündən açıqdır. Allahın bütün müsəlmanlara vacib etdiyi əmr bil ma'ruf və nəhyənil münkər, yəni yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək vəzifəsini icra etməkdir. Necə ki şeytan və necə ki tağutlar və onların xidmətçiləri olan müşriklər həm internet üzərindən, həm də digər vasitələrlə, musiqilərlə, filmlərlə, seriallarla, bu fərqli vasitələrlə insanları atəşə çağırırlar. Bizlər də Nəmrudun ateşini söndürmək üçün ağzında su daşıyan həmin o qarışqanın timsalında insanları zülmətlərdən nura çağırırıq. Bizim qayəmiz, məqsədimiz elə ilk günündən budur. Və bu cür kanallar üzərindən İslam'a dəvət iddiasında olan neçə elm tələbələrinin bu sahəni müğənni və aktyorların show biznesinə bənzətmələri də ayrıca acınacaqlı bir haldır. Hansı kanala yönəlirsən ki, faydalı bir zikir dinləyəsən, faydalı bir dərsə baxasan, görürsən ki, bu tələbə ona rəddiyə verir, o birisi bir digərinə rəddiyə verir. Yəni rəddiyə deyirəmsə, bu əxlaq çərçivəsindən çıxmamaq üçün belədir. Falan hocanın münafiqliyi, filan hocanın sapıqlıqları başlığı altında, yəni İslami dəvətə zərər vuran videolarla qarşılaşırıq ancaq. Yəni, bu o demək deyil ki, bütün hocaların dərsləri o cürdür, mən əksəriyyəti qeyd edirəm. İçəriyini dinlədiyimiz zaman isə daha bir bədbəxtçilik və daha da utandırıcı hallarla qarşılaşırsan. Minlərlə dinləyicisi olan elm tələbəsi, müəllim özünə və İslamın əxlaqına yaraşmayacaq şəkildə danışır, bir-birinə sərt ifadələrlə təhqirlər edirlər. Ola bilər, kiməsə haqq qazandırmıram, ola bilər ki, qarşımızdakı həqiqətən də o sifətlərin bəzilərini özündə daşıyır və ola bilər ki, səni qəzəbləndirəcək bəzi əməllər etmişdir. Bəzi sözləri olub, bəzi hərəkətləri olub. Lakin bir dəvətçi atdığı hər addıma, ağzından çıxan hər sözə diqqət etməlidir. Sənin qarşındakı digər tələbə də Allahdan qorxduğunu və həmçinin Allahı və Rasulunu sevdiyini iddia edəndir. Elə isə, ey müsəlmanlara vaaz verən tələbə, ey müsəlmanlara xütbə verən şeyxlər, insanların islahı üçün çalışaq, insanların həlakı üçün deyil. Təhqir etmək, alçaltmaq yerinə onları Allahla qorxudaq, onları cəhənnəmlə qorxudaq. Uca Rəbbimiz bizdən bu əxlaqa sahib olmağımızı, pisliyi əxlaqlı bir şəkildə dəf etməyimizi istəyir. Necə ki ayətdə buyurur, وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Yaxşılıqla pislik bir ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et, o zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bir-birimizlə eyni etiqadda olduğumuz zaman, dilimizdən bir-birimizə komplimentlər əksik olmur. Yəni, ən səmimi qardaş,
ən yaxşı qardaş, belə qardaş, elə qardaş. Elə ki etiqad ayrılığına gəldiyimiz zaman, falan kəs münafiq imiş. Elə əvvəldən də sapıq idi. Cahilin yekəsi idi kimi ifadələr işlətməyimiz, yəni bu cür təhqirlər, bu cür əxlaqdan xaric davranışlar, yəni dəvətçiyə yaraşan bir hal deyil. Bu həmçinin nəyin göstəricisidir, dəyərli müsəlmanlar? Bu həm əxlaqdan yoxsul olmasına, həm də elə ən başından qardaşlığın Allah rızasına dayanmadığının göstəricisidir. Bizim haqqımızda da elə həm dərslərdə, həm də öz məclislərində adımızı zikr edərək bizdə olmayan sifətləri bizə yaftalamağa çalışanlara bugünə qədər nə belə dərs şəklində, nə səs şəklində, nə video şəklində heç bir rəddiyə vermədim. Bunlara öz etdiklərini misli ilə müamilə belə etmədik. Bizə bəddua edənlərə də, bizə əxlaqsız kommentlər yazanlara da cavab vermədim. İndi isə sizlərə deyirəm ki, şahid olaraq da, hakim olaraq da Allah Azə və Cəllə yetər. Biz bu yola çıxarkən nəfsimizi rəhbər qəbul edərək çıxmadıq. Odur ki, Allahdan sizlər üçün hidayət diləyirəm. Rəbbim sizləri doğru yola yönəldib, bağışladığı və gözəl əxlaqla rızıqlandırdığı, nemətləndirdiyi qullardan etsin. Amin. Bu dərsimizdə Allahın yardımın sayəsində dəvət haqqında və dəvəti tərk etdiyimiz zaman başımıza nələr gələcəyi barədə qısaca zikr etməyə çalışacağıq Allahın izni ilə. Uca Allah buyurur ki, Qul həzihis səbili, de bu mənim yolumdur. Əd'u ilallahi alə bəsirətin. Ənə və mən ittəbə'əni və subhanallahi və mə ənə minəl müşrikin. De, bu mənim yolumdur. Mən və mənə tabi olanlar bəsirət üzərə Allaha çağırırıq. Allah hər bir naqis sifətlərdən münezzəhdir və mən də müşriklərdən deyiləm. Qardaşlar, bir məsələni təkrar yadımıza salaq. Allah Əzə və Cəlləni sevdiyimizin əlaməti nə idi? Bəli, onu tövhidlə birləmək. Daha sonra əmir və qadağalarına riayət etmək. Sonra onun Rasuluna tabi olmaq, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə ittiba etmək. Və bunun dəlillərindən də Quranda Allah Azə və Cəllə buyurur ki, Qul in kuntum tuhibbunallaha fəttəbi'uni yuhbibkumullah. De, əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin. Hər kim ki, müsəlman olduğunu, Allahı və Rasulunu sevdiyini iddia edərsə, bunu Peyğəmbərinə olan tabeçiliyi ilə ispat etməlidir. Yəni, bu sevgi iddiasının dəlili sənin Allah Rasuluna olan tabeçiliyi göstərməyindən olur. Ayətdə mən və mənə tabi olanlar bəsirət üzərə Allaha dəvət edirik buyurur. Demək ki, əziz qardaşım, dəyərli bacım, dəvət sadəcə peyğəmbərlərə, sadəcə rasullara yüklənilən bir vəzifə deyil. Eləcə də rasullarına, yəni sünnətə tabi olduğunu deyən bizlərə də Allah Azə və Cəllənin bir əmridir. Niyə? Çünki ayətdə ənə və mən ittəbə'ni, mən və mənə tabi olanlar deyilir. Ayətdə qeyd olunan bir digər xüsus isə ayətdə qeyd edilən alə bəsirətin, yəni bəsirət üzərinə, yəni dəlillər üzərinə. Bu da onu göstərir ki, dəvət kör-köranə, elimsiz və yaxud da hikmətsiz bir şəkildə deyil, hikmətlə, planlı şəkildə, usullara uyğun şəkildə və də mötəbər dəlillər əsasında olmalıdır. Dərsə başlamazdan əvvəl qeyd etdiyim kimi, hər kəs elm və dəvət iddiasında ola bilər. Lakin göz qabağında olan gördüyümüz dəvətçilərin əksəriyyəti bu iddialarını doğrultmadılar. İxlaslı bir dəvətçiyə düşən küfr və şirk edən birisini, bidət edəni, fısq əhlini dəvət edərkən, ey falan, sənin bu etdiyin şirkdir, bidətdir və yaxud da hər nədirsə, sən bunun doğru olduğunu zənn edirsən, lakin Allahın kitabında bu məsələ bu cürdür.
sünnətdə bu məsələ belədir. Və yaxud da insan səhv bir şeyi dəlil zənn eləyib. Sapıqlığına düşmə səbəbi bir məsələni dəlil zənn etməsi və ona tabe etməsidir. Ona izah et ki, hər gördüyün nas dəlil deyildir. Rasulullahın, sələfin tətbiqatında örnəkləri vardır. Əgər Allah onun üçün hidayət diləyirsə, əlhəmdülillah. Yox, əgər hidayət diləməyibsə, وَمَنْ يُدْلِلْ فَلَا حَادِيَ لَهُ. Onun sapqınlıqda buraxdığını, onun dəlalətdə buraxdığını heç kəs hidayət etdirə bilməz. Birini küfrdən imana dəvət edəcəyimiz zaman və yaxud da aşırılıqdan vasat yola çağıracağımız zaman, ey dəvətçi, çıxıb ad çəkərək falan münafiq, falan sapıq, falan cahil və ya daha da təhqir edici ifadələrlə onu alçaltmaqla, o insanın ismini zikr edərək, minlərin, milyonların önündə alçatmağa çalışmaqla dəvətə əhil olmadığını, məqsədinin dəvət olmadığını, danışdığın kürsünün Rasulullahın qardaşlarının kürsüsü olmadığını ortaya qoymuş olursan. Əxlaq hər bir müsəlmanın, xüsusilə də dəvət edən, dəvətçi olan müsəlmanların ən dəyərli libası və ən dəyərli azuqəsidir. Videolarımızın altına və ya digər yerlərə bu cür şərhlər yazırlar. Abu Zeynəb harda təhsil alıb? Abu Zeynəbə çıxıb danışmağa kim icazə verib? Və s. bənzəri sözlər. İndi isə mən soruşuram bütün insanlardan. Hər birinizdən soruşuram. Səsimin çatdığı hər kəsdən soruşuram. Şeytanlar çıxıb hər cür televiziya, radio və sosial şəbəkələrdən insanları içkiyə, qumara, narkotiklərə, fuhuşiyata dəvət edərkən, missionerlər xristianlığa, satanistlər şeytana ibadət etməyə, geylər öz lut əməllərinə, müşriklər öz tağutlarına ibadət etməyə çağırarkən və üstəlik də bunları gizlətmədən, qorxmadan, utanmadan və açıqdan edərkən bir kərə olsun, çox demirəm, bircə kərə olsun, sizə bunu etməyə kim icazə verib dedimmi ki, bugün klaviatura arxasından mənə və yaxud da bir başqa tövhid dəvətçisinə bu sözləri deyirsən. Acınacaqlısı da odur ki, və cahillərin belə ədalətli olanları Allah onlara hidayət versin, bir şeyləri açıqdan çıxıb insanlara yaymamışdan qabaq, Allahın onlara yerləşdirdiyi o fitri əxlaqın sayəsində qarşı tərəflə üzbəüz otururlar və onlara haqq bildiyi tərəfə onları dəvət etməyə çalışırlar. Lakin İslam iddiasında olanlar ki var bugün, nədənsə bu əxlaqa uzaq qalıblar. Mən Əbu Zeynəb bir daha vurğulayaraq deyirəm ki, mənə bu icazəni mənim dini qeyrətim verib. Siz ey qövmüm, Yahudilər peyğəmbərlərini yalanladıqları, iftiralar atdıqları, ha belə etdikləri digər pis əməllərlə, onları öldürməyə çalışmalarıyla və digər əməlləri sayəsində necə ki lənətləndilər, sizlər də həqiqi alimləri bu cür qovduğunuz üçün, yalanladığınız üçün, həbs edib işgəncələr verdiyiniz üçün bugün cəza olaraq Allah Azə və Cəllə tərəfindən elmdən və haqq əhli olan alimlərdən məhrum qalmısınız. Və eyni gəmidə olduğumuz üçün bizlər də sizinlə eyni bəldəni, eyni ölkəni, eyni vətəni paylaşdığımız üçün sizin etdiyiniz bu əməllərin cəzasını bizlər də yaşayırıq. Biz muvahidlər də bu fəsadlardan zərbə görürük. Bugün isə deyirsiniz ki, yaxşı ərəb dili bilmədən, uzun illər mədrəsələrdə kimisə dizinin dibində elm almadan niyə dəvət edirsən? Vallahi, əgər haqq əhli olan alimlərlə rızıqlandırılmış olsaydıq və bu meydanda qövmümüzü islah etmək üçün dəvət aparan, haqqa çağıran tək bir alim belə görsəydim, çıxıb buradan sizə xitab edən mən yox, elə həmin o alim olardı. Mən də ona yardım edər, yeri gəlsə dəstəmaz suyunu daşıyar, xidmətində durardım. Lakin bugün bu meydanda o cür alimlərin olmayışı bizi bu məsuliyyətli və də bərabərində əcri çox böyük olan bu işə girişməyə vadar etdi. İndi nə etməyimizi gözləyirsiniz? Oturub dinimizin alçaldılmağına tamaşa mı eləyim? Müşriklərin necə dəvət etdiklərinə, müşriklərin insanları necə şirklərinə çağırdıqlarına baxıb sadəcə oturummu? Rəbbim sabah mənə, ey Əbu Zeynəb, niyə dinin ayaqlar altında əzilərkən isti yatağında yatdın dediyi zaman
Ya Rabbi, ərəbcəm zəif idi. İcazə alacaq birini tapmadım mı deyim? Vallahi dillərin tutulacağı o gündə bu sözlərlə qarşılaşmaqdansa sizin əxlaqsız ifadələrinizə səbr edərək dəvət aparmaq mənə daha sevimlidir. Dəvət biz müsəlmanlara Allah Azza və Cəllənin əmridir. Rasulullah sallallahu aleyhi və səlləmin bizə əmridir və tabiçiliyimizin isbatıdır. Ayətdə Allah Azza və Cəllə buyurur ki, Kuntum xayrə ümmətin uxricət linnəsi. Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Burasına indi diqqət edin. Xeyirli ümmət olmağın yolu nədir? Və nə vaxt insanlar xeyirli ümmətdən sayılır? Tə'muruna bil ma'ruf və tənhavna anil munkar. Yəni yaxşılığa əmr edirsiniz, pisliklərdən çəkindirirsiniz. Nə qədər ki haqqa dəvət edib batildən çəkindirəcəyik, o zaman xeyirli ümmət olacağıq. Bunu tərk etdiyimiz zaman isə sadəcə xeyirdən məhrum qalmarıq. Bərabərində gələn dünya və axirət əzablarına da məruz qalarıq. İmam Əhmədin və Tirmizinin nəql etdiyi bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Nəfsim əlində olan Allaha and olsun ki, ya yaxşılığa əmr edər və pisliklərdən çəkindirəcəksiniz, ya da Allah hamınızı əhatə edən bir bəla göndərər və sonra dua edərsiniz və duanıza icabət olunmaz. Bugün tağutlardan iştinab edən, şirk əhlini təkfir edən və haqlı olaraq da dırar məscidlərini və müşrik namaz qıldırma məmurlarının arxasında namaz qılmağı tərk edənlərdən soruşsaq, onlara desək ki, qardaş, niyə bu imamların arxasında namaz qılmırsan? Niyə bunlara kafir deyirsən? Cavab sizcə nə olacaq? Deyəcəklər ki, çünki bunlar haqqı söyləmə məqamında oturub haqqı gizlədirlər. Və deyəcəklər ki, وَإِذْ أَخَذَ اللَّهَ مِثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَا تُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَ. Allah kitab verilənlərdən sizə o kitabı mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz deyə əhd almışdı. فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا. Onlar isə bu əhdi qulaq ardına vurub onu ucuz qiymətə satdılar. فَبِئْسَ مَا يَشْتَرُونَ. Onların bu alış-verişi necə də pisdir. Həmçinin deyəcəklər ki, kitabda insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də lənət edə bilənlər lənət oxuyarlar. Elhamdülillah, elhamdülillah, elhamdülillah. Bəs sən ey insan, kitabı insanlara açıqlamadığın zaman, onu gizlətdiyin zaman bu əhdi pozanlardan, Allaha verdiyi sözü qulaq ardına vuranlardan olmursanmı? Heç düşünmə ki, bu ayət sadəcə kitab əhli üçündür. Və ya az əvvəl zikr etdiyim Bəqərə surəsinin 159-cu ayəti sanırsanmı ki, sadəcə alimlərə, sadəcə məscid imamlarına aiddir? İstər imam olsun, istər çoban olsun, istər taksi sürücüsü, istər usta olsun, istər iş adamı. Hər kim yaradılış qayəsini unudarsa, Allahın ondan tələb etdiyi, əmr etdiyi bu xüsusları qulaq ardı edərsə, Allahla olan əhdi pozar, haqqı gizlədərsə, bu təhdidlərə və bu lənətlərə məruz qalar. Sanma ki, susmağın haqqı gizlətmək məzəmmətini səndən qaldırır. Əksinə, şirkin açıqdan dəvət edildiyi yerlərdə, haqq əhlinin səsinin çıxmadığı yerlərdə susmaq elə haqqı gizlətməyin özüdür. Elə isə bir müsəlman bütün bunları bilib necə susa bilər? Bizlər susaq, bəs kim haqqı insanlara çatdırsın? Bəs kim bizik rəhmənin qulları? Bizik, biz ölmədik, biz buradayıq desin. Sussaq ey qardaşlarım, qiyamət günündə necə baxaq bizə qardaşlarım deyən Rasulullah sallallahu aleyhi və səlləmin üzünə? Kim susarsa sussun. Bizlər batil susmadıqca susmayacağıq inşallah. Səs tellərimiz kəsilincəyə və yaxud da qırılıncaya qədər eşitməyən qulaqlara, pas tutmuş ürəklərə bu dini bağıracağıq. Rəbbim bu işdə bizləri ixlaslı qullarından etsin. Dəvət etdiyimiz zaman insanları öz cəmaatlığımıza, öz şəxsimizə dəvət edənlərdən deyil, Allaha dəvət edən qullarından etsin.
Rəbbim sayımızı ixlaslı, elmli, gözəl əxlaqlı və salih müsəlmanlarla gücləndirsin. Allah Azə və Cəllə bizləri tağutların birbaşa zülmlərindən və əziyyətlərindən qorusun. Bizləri onların əlində aciz və zəlil buraxmasın. Allah Azə və Cəllə dünyanın dörd bir yanında dəvət aparan, dünyanın dörd bir yanında Allahın dini hakim olsun deyə çalışan müsəlmanların işlərinə, çalışmalarına bərəkət versin. Əsarətdə olanları əsarətdən xilas etsin. Və o qardaş bacılarımız ki, onlar Allahın dini üçün çalışırlar və Allahın dininin ucalması üçün, Allahın tövhidinin insanlara çatması üçün əziyyətlər çəkirlər. Allah Azə və Cəllə onların əcirlərini qat-qat artırsın və Allah Azə və Cəllə bizləri bir bayraq altında birləşdirsin. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Subhanək Allahümmə və bihəmdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.